Salamlar, əziz gənclər. Məddini, kəssini, neyti, əlini, runu və bir çox başqalarını necə xatırlayırsınız? Mən əslində başqa Euforiyadan danışmışdım, ancaq siz Euforiya serialına kökləndiniz. Heç bir problem yoxdur. Euforiya serialı müasir cəmiyyətlərin, xüsusilə də gəncliyin düşdüyü durumu təsvir edən, gözlər önünə sərən bir sənət əsəridir. Serialı lazımsız hesab edənlər var, serialı dəstəkləyənlər var. Necə oldu ki, cəmiyyət bugünkü duruma gəldi çatdı? Bu, təbii, obyektiv inkişaf prosesinin nəticələridir. 17-18-ci əsrlərdə Adam Smith, John Locke və başqaları liberalizm cərəyanının əsasını qoydular. Liberallar tələb edirdilər ki, dövlət şəxsi həyata müdaxilələri dayandırsın, azad bazarlara təminat versin, iqtisadi fəaliyyət məkanı olaraq, ha belə xüsusi mülkiyyəti qorusun. Və o qədər sui-istifadələrə yol verildi ki, serialda təsvir olunan duruma bəşəriyyət gəlib çatdı. Və indi liberalların arasında bir çoxları tələb edirlər ki, dövlət hətta şəxsi həyat sferasına müəyyən müdaxilələr etsin, çəki düzən versin, bazarları tənzimləsin və inhisarçı, monopolist, transmilli şirkətlərin fəaliyyətlərini müəyyən qədər tənzimləsin. Serial bizə hansı mesajları verir? Birincisi, süni yolla xoşbəxt olmaq mümkün deyil. Maddi asılılığı insanın özü və yaxınları üçün dəhşətli fəlakətlərə səbəb olacaq, gec ya tez. İkincisi, bir fərdin başqalarından asılılığı da eyni dərəcədə təhlükəlidir. İnsan öz ayaqları üzərində dura bilməyi öyrənməlidir. Üçüncüsü, insanlar arası münasibətlərdə empati duyğusu həddindən artıq önəmlidir. Hər bir fərd özünü başqalarının yerinə qoya bilməlidir. Dördüncüsü, insanlar arası münasibətlərdə toksiklik, zəhərlilik eyni dərəcədə təhlükəlidir. Zamanında ya düzəlmək, ya ayrılmaq lazımdır. Beşincisi, səhv etmirəmsə, insan sosial cəhətdə məsuliyyətli davranışlar sərgiləməlidir. Altıncısı, istismarçı, manipulyativ davranışların da sonu yoxdur. Və sonda, məddiyə, kəssiyə, neytə, əliyə, ruya və bir çox başqalarına haqqınızı halal edirsinizmi? Dayınızdan, əminizdən, babanızdan hörmət və ehtiramla.